Hər bal növünün öz xarlama vaxtı və maye halda özünə məxsus axması vardır. Və eyni zamanda balın axması onun temperaturundan da asılıdır və balın keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Salam aleykum dostlar, mənim adım Samir və siz Halal Arıçılıq kanalındasınız. Balın vəziyyəti çox vaxt səhv başa düşülür. Bəziləri isə bunu birbaşa keyfiyyətlə əlaqələndirir. Elə bal növləri var ki, hələ arı yeşiyindəcə xarlamağa başlayır. Elə bal növləri də var ki, aylarla, hətta illərlə maye qala bilir. Üstəlik, müxtəlif bal növləri xarlama zamanı quruluşuna görə də fərqlənir. İri dənəli, xırda dənəli, bəzən isə demək olar ki, krem bal kimi olur. Qeyd edim ki, bu yalnız bal növündən asılı deyil, eyni zamanda saxlama şəraiti də şərtdir. Əsas da odur ki, bu nə yaxşıdır, nə də pis. Sadəcə konkret balın növünün özünə məxsus xüsusiyyətləridir. Bu video boyunca aydın olacaq ki, saxlanma şəraiti və zaman balın vəziyyətinə necə təsir edir. Və qara tikan balı nümunəsində lazım olduqda xarlanmış balı necə daha tez əldə edilməsini izah edəcəm. Dostlar, stolun üstündə görürsünüz 3 dənə bal. Əslində ikisi bunların eyni baldır. Bu da eyni baldır. Lakin bir il onlardan çox yaşayır, belə deyək. Bunlar üçü də qara tikan balıdır, təmiz qara tikan balıdır, qatqısız. Deməli, bu 8 ayda çəkilib, elə deyək ki, iyun ayının ortasında çəkilib 8 aydır, yəni açıq rəngdədir. Bu bal eyni yerdən yığılıb, eyni təxminən, yəni ki, iyun ayının ortasında, lakin bunun 1 il 8 ay yaşı var. Yəni, görəcəksiniz ki, bunun axması necədir, duruluğu nədir? Bu balda 8 aydır çəkilib, lakin bunu mən süni olaraq, yəni məcburən xarlatdırmışam. Onun da necə etmək olur, danışacağım bu videoda. Deməli, bu qurğu bilirsiniz, ambız temperaturu ölçmək üçün də, yəni, temperatur bizdə təxminən 20 dərəcədir. Təxminən 20 dərəcədir. Otaqda da baxa bilərik. Bəli, yəni otaq temperaturundadır. Balları biz necə ümumiyyətlə saxlayırıq? Bal arıdan çəkəndən sonra 2-3 gün saxlayırıq bir xüsusi qablarda. Sonra belə bankalara süzürük və bütün balımızı bu bankalarda saxlayırıq. Temperatur 10-20 arası olmalıdır. Mən bu bankaları dünəndən çıxardıb ambardan gətirmişəm ki, yəni otağın temperaturunu yıxsın. Bu qablardır, qaşıqlardır, bizə kömək edəcək, yəni balı göstərmək üçün ki, yəni bu ballar hal-hazırda özünü necə aparır. İndi isə gəlin baxaq, bir yüngülvari test işləri görək, bu iki balı yəni süzək, baxaq, qaşıqla bankadan süzək, görək nə fərqləri var, süzülməsində, duruluğunda və s. Və bu xarlanmış bala da baxaq, görək ki, yəni ki, bunun vəziyyəti nədir, necə xarlayıb, yəni ki, necə qaşıqla götürmək olurmu, yoxsa daş kimidir. Və gördüyünüz kimi, əslində videoda ola bilər pis görsənsin, bu yuxarıdan aşağı xarlayıb, aşağısında yüngülvari duruluq mövcuddur evə. Yəni tam bitməyib xarlanması. İndi mən balı bankalardan boş qablara süzəcəm. Diqqətinizi isə axın sürətinə deyil, balın davranışına yönəldin. Bu, eyni növ ballardır, eyni arıxanadan. Sadəcə saxlama müddəti fərqlidir, 8 və 20 ay. Daha yetişmiş balın rəngi daha tündür və bu da normaldır. Zaman keçdikcə təbii balın rəngi dəyişir və zaman keçdikcə bal maye də qala bilər, kristallaşa da bilər. Bu, qətiyyən keyfiyyət göstəricisi deyil. Heç bir əlavə müdaxilə edilməmiş balın davranışı məhz belə olur.
İndi isə adi bir qaşıqdan balın süzülməsini göstərəcəm. Balın axması da keyfiyyət göstəricisi deyil. Hər şey balın növündən və temperaturundan asılıdır. Bal qızdıqca daha maye olur. Ona görə də balın qaşıqdan necə süzülməsinə baxaraq nəticə çıxartmaq mənasızdır. İndi isə gəlin baxaq xarlanmış, kristallaşmış balımıza. Eyni növ bal müxtəlif cür kristallaşa bilər. Həm iri dənəli, həm də xırda dənəli. Bəzi insanlar bu cür balığı sevmir. Bəziləri isə yalnız xarlanmış bal alır. Elə hallar var ki, xarlanmış bal zərurətdir. Misal üçün krem bal. Onu düzəltmək üçün mütləq şəkildə xarlanmış bal qatılır. Kristallaşmış bal sadəcə balın təbii hallarından biridir və keyfiyyəti dəyişmir. Misal üçün su da buxar və ya buz formasında ola bilir. Nəzərə alın ki, saxta və keyfiyyətsiz ballar da kristallaşa bilir. Növbəti addım, gəlin baxaq, təmiz bal özünü suda necə aparır. Suyun temperaturu təxminən 30 dərəcədir. Amma qaynar suda da bal eyni cür özünü aparır, yoxlamışam. Diqqət edin, o dərhal ərimir, yavaş-yavaş aşağı inir və uzanır. Unutmayın ki, çox vaxtı saxta bal da bunu bacarır. Xarlanmış bal bəzən lazım olur. Nə üçün lazım olur? Əslində, nə üçün mən istifadə edirəm? Krem bal üçün lazım ola bilir. Sonra adamlar var ki, yəni yağla, misal üçün, yer, yəni belə xoşlayır yeməyi balı. Adamlar var ki, əmindir ki, xarlanmış bal təmizdir. Lakin mən sizə deyim ki, bu qalıb keçmişdə, hal-hazırda, yəni bugünkü gündə, belə deyim də, nəyi istəyirsiz də saxtalaşdırırlar. Xarlanmış bal da saxta olacaq. Bu adam saxta balla məşğulsa, xarlanmış bal da saxta olacaq. Yəni, orada bir problemi yoxdur onu bu şəkilə gətirmək. Deməli, yəni belə bəzi vaxtlar lazım olur xarlanmış bal və xarlanmış balı tez şəkildə necə hazırlayıram? Mənim iki metodum var. Yəni ki, ən sadəsi, əgər bir əslində xarlanmış bal varsa, ondan bir qaşıq qatın duru balın içinə qatışdırın. Bir qaşıq, iki baxın, yəni ki, nə qədər çox qatsaz, o qədər tez xarlayacaq. Deməli, bir müddətdən sonra xarlayacaq. İndi qaratikan balı geç yenə xarlayacaq. Ola bilər 1 aya, 2 aya, 3 aya. Əlavə olaraq, yəni ki, hətta sizdə xarlanmış bal yoxdursa, sadəcə götürün duru balı, qoyun xaladinnika, marazinnika yox. Yəni, xaladinnika 5 dərəcə istiyə. Marazinlikdə ona heç nə olmayacaq. Yəni, bütün proseslər dayanacaq. Deməli, 5 dərəcə istidə hardasa bir neçə həftədən 2 aya kimi gözləsəz, xarlanmış bal əldə edəcəksiniz. Xarlanmış balı dur etmək üçün videolar doludur internetdə. Qaydası sadə qaydadır. Yəni, isti suyun içinə qoyursunuz və saxlayırsınız. 40 dərəcədən çox olmasın su. 40 dərəcədən çox olarsa, bal, yəni ki, xeyli maddələri yox olur. Və bir gündən sonra siz görəsiniz ki, yəni ki, maye şəklindədir və elə maye şəklində baldan fərqli olaraq qalır, yəni ki, bir həftə, bir ay, 2 ay, yəni ki, elə maye şəklində qalacaq. Bəs gəlin görək, bax, xarici görünüşlə balın keyfiyyətini necə bilə bilərik? Yəni ki, bilə bilərikmi? Əslində, xarici görünüş artıq nəsədir, amma hər şey deyil. Yəni, belə deyək ki, eyni balı arılara əgər şərbət verilirsə, yəni adi şəkər şərbəti verilirsə, arılara eyni bal alınacaq, eyni, yəni xarlayacaq, eyni qaydada, yəni görəsiniz, baxsaz görəsiniz ki, yəni ki, bu təmiz baldır, baxışdan da, hər şeydən. Yəni, bunu demir. Sonra nəyi demir? Yəni, görkəmdən nəyi təyin edə bilməzsiniz? Nə balıdır, növünü siz təyin edə bilməzsiniz? Dadından, kimsə təyin edə bilər dadından, amma çoxları təyin edə bilməz. Biz hər balı yeməmişik ki,
və hər il eyni bal fərqli dad verə bilər. Sonra ən problemlisi də nədir? Dərmanlar, yəni antibiotik və kimyəvi dərmanlar ola bilər. Kimyəvi dərmanlar həm sahələrə tökülmüş dərmanlar, çiçəklərə vurulmuş dərmanlar, həm də ki ağrılara kimyəvi dərman verilir, amitraz deyək ki. Yəni bunları təyin edə bilmərik onsuz da, hətta təmiz balın içində. Lakin təbii ki görünüş artıq nəsədir. Düzdür, indiki saxtakarçılıqda, yəni ki, o qədər inkişaf gedib ki, onlar saxta balı real baldan görünüşünü daha yaxşı edirlər. Ona görə bu da belə bir şey deyil. Bir də belə bir məqam var ki, eyni balı, misal üçün məndədir və sizdədir. Eyni bal, eyni yerdən almışsınız. Sizdə birinizdə xarladı bal, birinizdə duru qalıb. Onda kimsə deyir, mənə başqa bal satıb, məndə xarabdır, xarlamır. O birisi deyir, yox, məndə xarabdır, xarlayıb. Yəni, belə bir şey deyil. Yəni ki, mən əslində öz balımı da qonşuya vermişəm. Eyni kənddə, başqa qonşuda. Yəni, hər şey tam eyni baldır da. Biz bankaya doldurmuşuq, onu da bankaya doldurup vermişik. Sadəcə onda xarladı, qışda elə xarladı. Yəni üstündən 2-3 ay keçdi. Deməli, neçə ay oldu? Yəni hardasa 9 ayında xarladı. Bu isə görürsünüz, yəni 1 il 8 ay hələ heç xarlamaya başlamayıb. Yəni onun çox güman ki saxlama şəraiti, temperaturun oynaması, misal üçün də çox aşağı düşməsi, sıfıra kimi düşməsi, yəni ki, ya da yerdə saxlayıb ki, yəni çöldə indi olur, mənfi olur temperatur. Yəni elə şeylərdən ola bilər. Sonra ola bilər bankanı açıb, hava dəyib, rütubət dəyib, ya misal üçün bir damla belə xarlanmış bal dəysə, həmin bu duru bala artıq proses başlayır, xarlama prosesi və qısa müddətdə görürsünüz ki, bal xarladı. İstənilən məhsulu seçərkən fərq etməz, baldır, başqa məhsuldur. Bir sadə şeyi anlamaq vacibdir. Məhsulun adı və ya növü ilk-meyar deyil. Bu məsələdə xarici görünüşdə heç nəyi həll etmir. Əgər əvvəldən düzgün satıcı seçilməyibsə, siz sadəcə keyfiyyətsiz məhsullar arasında ən yaxşısını seçə bilərsiniz. Düşüncə tərzini dəyişin. Keyfiyyətli bal almaq üçün ilk olaraq öz arıçınızı tapın. Satıcını deyil, məhz arıçını. Sonra isə onun məhsulları arasından seçim edin. Balın keyfiyyəti nə xarici görünüş, nə də növdür. Əsas olan çiçəklərin nektarından sizin süfrənizə qədər olan yoldur. Bu yolu bilən və riayət edə biləcək bir şəxs yalnız arıçı ola bilər.